Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bu gün sizə onluq kəsrlərlə bağlı sual tipləri izah edəcəyik. Bu tiplərdə diqqətli olun ki, imtahanda da qarşınıza çıxanda rahatlıqla yaza biləsiniz. Bizim 7 hissəli bir körpümüz var. 1, 2, 3, 4, 5, 6 və 7. İndi şəkili mən tam düzgün formada çəkə bilməyə bilərəm, çünki yerimiz azdır. Bizə deyir ki, ortadakı hədd 5,6-dır. Ortadakı hansıdır? Bax, 1, 2, 3, 4, 5, 6 və 7. 7 hissəli körpünün ortası 4-cü hissəyə düşür. Solda da 3'ü qalır, sağda da 3'ü qalır. Ortadakı hissə 4-cüdür və bu 49,9 metrdir. İndi getdikcə artır. Yəni hər bir özündən əvvəlkindən 5,6 metr uzundur. 49,9-un üzərinə 5,6-nı gələcəm, olacaq 55,5. Üzərinə yenə 5,6-nı gələcəm, 61,1. Üzərinə yenə 5,6-nı gələcəm, 66,7. Və əvvələ doğru qayıtdıqca təbii ki 5,6-nı çıxacam, olacaq 44,3. 5,6-nı buradan çıxacam, 38,7 və yenə 5,6-nı çıxanda 33,1 qalacaq. Bizə deyir ki, körpünün uzunluğu bunların hamısının cəmi olacaq, toplayacağım. İkinci və sonuncu hissənin uzunluğunun cəmindən nə qədər çoxdur? İkinci hissə buradır, sonuncu hissə buradır. Yəni bütövdən bu ikisini çıxacam. Yəni bu o deməkdir ki, mən sadəcə birinci, üçüncü, dördüncü, beşinci və altıncını toplayacağım. Təbii ki, siz hamısını toplayıb 2 və 7-nin cəmini çıxa bilərsiniz. Mən biraz məntiqi yanaşdım ki, 7 dənə hissədən ikinci və 7-ci bizə lazım deyil. Bütövdən bunları çıxmalıyam. Deməli, mənə lazımdır birinci hissə, üçüncü hissə, dördüncü, beşinci və altıncı hissə. Bunları toplayacağım və sualımın cavabını tapacağım. Birinci hissəmiz 33,1'dir. Üstə gəl, üçüncü hissəmiz 44,3'dür. Dördüncü hissə 49,9. Üstə gəl 55,5. Üstə gəl 61,1. Neçədir? 243,9. Doğru cavab B variantına bərabərdir. İkinci sualımıza keçid edirik. Hesablama sualıdır. Gəlin bu sualları onluq kəsrə çevirək. Bu elə 7 tam 1000'də 245'dir. Bunu yazıram 7 tam 1000'də 245. Üstə gəl 3 tam 1000'də 35'dir. Vergül 0,35 yazıram. Çıxılsın 1000'də 5'dir. 0,005. Baxın, 1000 onu göstərir ki, buradakı sıfırların sayı qədər vergüldən sağda ədəd olmalıdır. Baxın, 1000 dediyinə görə sağda 3 ədəd var. 1000 dediyinə görə sağda 3 ədəd var. Burada da 1000 dediyinə görə sağda 3 ədəd olmalıdır. Çatışmayanların yerinə 0 yazıram. Ədədin özü də varsa 5, onu olduğu kimi yerinə qoyuram. Üstə gəlinsin 0,250. Çıxılsın 0,0125. Üstə gəlinsin 0,5'i 2'yə vuracam. 0,5 vurulsun 2. Elədir 1. Çıxılsın 1 tam 1000'də 225. Bərabərdir. Kalkulyatorımı açıram 7,245. Üstə gəl 3,035. Çıxılsın 0,005. Üstə gəl 0,250. Çıxılsın 0,0125. Üstə gəl 1. Çıxılsın 1,225. Nə qədər elədir? Bərabərdir. 10 tam 10.000'də 2875. Doğru cavabımız olur 10 tam 10.000'də 2875. E variantı bizim cavabımızdır. Üçüncü sualımıza baxırıq. Diqqətli olun. Bu tipli sual qarşınıza çıxması ehtimal oluna bilər. Həm cədvəl sualdır, həm də onluq kəsirlə. 4-cü sinif şagirdləri arasında keçirilən 4 təkanla uzunluğa tullanma yarışında yarışın nəticəsi təkandakı məsafələrin cəmi kimi tapılır. Cədvəldə uşaqların 4 təkanla uzunluğa tullanma yarışının nəticəsi verilib. Cədvələ əsasən 1-ci, 2-ci, 3-cü və 4-cü yerləri kim tutub? Yəni burada deyir ki, 4 təkanda tullanıblar. Hansında daha çoxdursa o adam qalibdir. Biz indi bir-bir toplayacağıq. Təbii ki, bu işləri imtahanda bizim yerimizə kalkulyator görür. 1,205 üstə gəl. Bunların hamısını toplayıram və cavabı yazıram. Bu sual vaxt aparan sualdır, amma çətin deyil. 2,350 üstə gəl. 2,260 üstə gəl. 2,670. Neçədir? 8,485 elədim. İkincisini toplayıram. 1,028 üstə gəl. Mən bunları yəni öz telefonumda kalkulyatorla hesablayıram. 0,34 üstə gəl 1,098. Siz də kalkulyatorla sürətli işləməyi mütləq şəkildə öyrənin. İmtahanda sizə çox kömək olacaq. 6,2. Sonra 1,098 üstə gəl. 2,560 üstə gəl. 2,180 üstə gəl. 3,575. Bu da 9,413.
Ondan sonraki hissədə 0,340 üstəgəl 1, deməli 1,025 üstəgəl 2,56 üstəgəl 1,098. Bu da elədir 5,23. Sonuncuya baxırıq. 0,66 üstəgəl 1,351 üstəgəl 1,50 üstəgəl 1,45 bərabərdir 4,961. İndi ən birinci yerə çıxan hansıdır? Bu adamdır. 9 ilə başlayan ənvər birinci yer olmalıdır. Birinci yer ənvər olmayanları silirəm. İkinci yer 8 ilə başlayan ümid olmalıdır. İkinci yerdə ümid olmayanları silirəm. Burada ikinci yerdə ümid deyil. Qaldı. Üçüncü yerdə Əkrəm olmalıdır. Çünki Əkrəm 6 ilə başlayır. Dördüncü yerdə isə Nazlı olmalıdır. Dördüncü yerdə Nazlıdır. A variantı bizim doğru cavabımızdır. Bəli, müəllim, çox vaxtımı apardı. Hesablama tələb elədi, amma çətin sual deyil. Fermer kartof, soğan, biber sahələrinə ümumilikdə 40,2 kisə gübrə verdi. O kartof sahəsinə 11,24 kisə gübrə, soğan sahəsi isə bundan 14 kisə çox gübrə verdi. Fermerin biber sahəsinə verdiyi gübrənin 13 hissəsini tapın. Bax, ümumilikdə 40,2-dir, düzdür? Kartof sahəsinə 11,24 kisə verir. Soğan isə bundan 0,4 kisə çox. Bu kartofdur. Soğan isə 11,024 üstəgəl 0,4. Yəni bunda onluq kəsinə yazdım 0,4. 11,024-ün üzərinə 0,4 gələndə 11,424 edir. Bu kartof, bu da soğan. İndi biberi tapaq. Bu ikisini toplayacağım. Görək cəmi kartofla soğan nə qədər verib? 11,024 üstəgəl 11,424 elədi 22,448. 40,2-dən çıxıram. 22,448-i bərabərdir 40,2 çıx 22,448. Elədi 17,752. Bunun da 13 hissəsini soruşur gübrədən. Deməli, biber sahəsinə verdiyi gübrədən 0,3 hissə çox. Bunun da üzərinə 0,3-ü gələcəm. Üstəgəl 0,3 elə də 18,52. Cavab oldu B variantına bərabər. 5-ci sualımız. 5-ci sualı sizə tapşırıq olaraq verirəm. Bu sualı videonun rəy bölməsində mütləq şəkildə qeyd edin. Əgər bu video sizə faydalıdırsa, videonu bəyənin, paylaşın və öz rəylərdə də öz rəy sözlərinizi bildirməyi unutmayın. İpucu verək. Bu formada bağın uzunluğu budur, eni isə budur. Bağın perimetri boyunca hasar çəkmək və 4,8 metrində qapı qoymaq lazımdır. Bunun üçün neçə metr uzunluğunda hasar çəkmək lazımdır? Bilirsiniz də, hasar çəkmək bağın perimetrini tapmaqdır. Bağın perimetrindən təbii ki, qapının enini çıxacaqsınız, qapıya hasar çəkilmir və qalan sizin sualınızın cavabı olacaq. Videonun rəy bölməsində mütləq bunu qeyd etməyi unutmayın. Dərslərimizə qoşulmaq üçün 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Bizim yüksək nəticələrimizdən tanış olmaq istəyirsinizsə, Ağabəyli İsaməddin FES Akademi Instagram hesabına keçid eləyə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşərik. Hələllük.